Salam hörmətli izləyicilər, hamınız xoş gəldiniz. Tanıdın da buranı. Zagulba Mərdəkan yolu, hörmətli izləyicilər. Zagulba prospekti, fikir verirsiniz. Zagulba Mərdəkan yolu. Burada bir dənə şəxsi tikili evimi çıxıb satdıq ha. İndi gedirik onun çəkilişinə. Əla yerdir. İndi görəcəksiniz. Getdik gəl. Gəl. Gəl qardaş, gəl. Baxın, görürsünüz, 3 mərtəbə, şəxsi tikili. Həyəti betonlanıbdır. 4 sotun içində. Evin ölçüləri deməli, uzunu eni 10-un 12-yə. 10-un 12-yə. İçinin təmiri yoxdur. Qiyməti, evin də torpağında kupçası var. Tam mülkiyyətdir. 140 mindir. Start qiymət, aşağı yeri var. Varıdır. Sayğaçları çəkilib, internet xətti varıdır. Kəməri atılıbdır. Monolitli ev deyil. Bəri başdan deyirəm. Telefonda zəng edib deməyin ki, monoliti var, yoxdur. İçi səliqəlidir, yəni bax, bu vəziyyətdə satılır, heç nə olunmur. Təmizlənib içi, betonlanıb, mətbəxi, sanuzelları, hamamı, bura şeydir, topikidir. Çək görsət, beton riggerləri də çəkib görsədərsən. Ehtiyatda ol. Gəl, çox vaxt itirmə. Yəni, alıb, yavaş-yavaş da təmir edə bilərsiniz. Saxlayıb, sonra da təmir edə, əlinizə pul keçdikcə də təmir edə bilərsiniz. Hökümdə alıb ki, bu dəqiqə remontda nə qədər pul gedəcək, əlimdə pulum yoxdur. Al, at, yola da ki, yaxındır, özünüz gördünüz, Zagulba trası. Hamı arzuluyor ki, burada ev olsun. Gəl, qardaşım. Şamaxılı balası, sən özün çək görsə, mən ağsaqqal adamım, oraya çıxıb, yıxılıb eləyərəm, sonra altından çıxa bilmərsən. Çək oraları görsət. Çək görsət. Damını da çək görsət. $140 mindən çıxdı satışa. Ehtiyatlı olaraq yıxılarsan, ha, Şamaxılı balası. Sonra afiyat tapa bilməyəcəm, ehtiyatlı ol. Gəl düş aşağı. Bəstər, ollaş. O şimdi gəlin, istəyirsinizsə yeri əla. Al, yavaş-yavaş təmir elə. Sağ olun.